Azərbaycanda avtomobil nömrələrində daha bir dəyişiklik edilib. Bununla bağlı müvafiq qərar qəbul edilib. Qərara əsasən dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasındakı devis işarəsi ləğv edilib. Beləliklə, bundan sonra avtomobil nömrələri daha sadə və vahid formatda təqdim olunacaq. Xatırladaq ki, bir müddət əvvəl dövlət qeydiyyat nişanlarında yerləşən mikroçiplər də ləğv edilmişdi. Əvvəllər rəqəm və hərflər arasındakı devis işarəsinin olmaması sürücülər üçün cərimə səbəbi hesab olunurdu. Yeni standartla bu problem aradan qaldırılır və sürücülər artıq inzibati məsuliyyətə cəlb edilməyəcəklər. Yayılan bu məlumata Baş Dövlət Yol Polisi İdarəsi də münasibət bildirib. İdarədən deyilib ki, yeni qəbul edilmiş dövlət standartına əsasən bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan devis işarəsi tətbiq olunmayacaq. Bu dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir. Hazırda vətəndaşların istifadə etdiyi, üzərində devis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır. Onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur. Mövcud nömrələr qüvvədə qalır. Vətəndaşlardan əlavə müraciət və ya nömrə dəyişikliyi tələb olunmur. Yeni standart sadəcə bundan sonra hazırlanacaq nömrə nişanlarının dizaynına şamil edilir və köhnə nömrələrin hüquqi statusuna təsir göstərmir deyə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.